Herkese salam. Bugün sizlərlə Vüsət Əzdovun buraxılış sınağı kitabının ikinci mövzusunun izahına baxırıq. Başlayaq birinci sualdan. Deyir ki, bərabərliyində x-y hasilinin ən böyük qiymətini tapın. Biz ilk öncə bu bərabərlikdən yaza bilərik ki, x bərabərdir 8 vurulsun 5 üstəgəlsin y. Yəni 40 üstəgəlsin y. Biz bunu tapdıq. Bu hasilin ən böyük olması üçün x də böyük olmalıdır, y də böyük olmalıdır. Ona görə y-in ən böyük qiyməti bu bərabərlikdə necə tapacaq? Biz bilirdik ki, qalıqlı bölmədə qalıq həmişə böləndən kiçik olmalıdır. Qalıq böləndən kiçik olanda onda qalığın, yəni y-in ən böyük qiyməti olur 7. Çünki buradakı 8-dən kiçik olmalıdır ona görə. Y oldu 7. Y 7-dirsə əgər, onda x olur 40 üstə gəlsin 7, yəni 47. Sonra bizə deyir ki, x-y hasili. 47-ni də vururuq 7-yə eləyir 329. Yəni B variantı. Keçirik ikinci suala. Müsbət ədədlərin sayını tapın. Bizə müsbətlər soruşur. Biz bunu necə tapacaq? 1/8-i kökün altına salanda eləyir kök altda 3/24. 3/24 3-dən böyük olduğuna görə kiçikdən böyüyə çıxanda mənfi alınır. Bizə müsbət soruşur. Bu səhvdir. Gəlirəm ikinciyə. 2-ni kökün altına salanda eləyir kök altda 4. Kök altda 4 yenə kök altda 5-dən kiçik olduğuna görə bu da mənfi eləyəcək. Ona görə bu da gedir. Üçüncüdə 24-ü kökün altına salanda bu 24'e vuraq. 8, 4. 576 eləyir. Kök altda 576, yəni 5/76 eləyir. Bu da. Amma bu 6 5/176-dan böyük olduğuna görə kök altında təbii ki də bu müsbətdir. Yəni bunu götürəcəyik. 3. Dördüncüdə 3-ü kökün altına salanda eləyir kök altında 9. Kök altında 10, kök altında 9-dan böyükdür. Ona görə bu da müsbətdir. 4-ə götürürük. 5-də 25-i kökün altına salanda 6/25. 6/125 kök altında 5-dən böyükdür. Ona görə bu da olacaq müsbət. Oldu 3, 4, 5. Bizə sayın soruşurdu 3 dənə. Cavab olur C variantı. Gəlirik 3 nömrəli suala. A üstə gəlsin B bərabərdir 40 olarsa ifadəsinin qiymətini tapın. Bu asan bir sualdır. Buradakı A, burada B. Bunun cəmi 40-dır. Onda yazıram ki 7 vurulsun. Bu təbii ki də vurmadır, arada yazılmayıbsa. 7 vurulsun. Mötərizədə A üstə gəlsin B-nin yerinə 40 yazacağım. 40 üstə gəlinsin 10. O da bərabərdir. 7 vurulsun 50. O da bərabərdir. 7-ni də 50-yə vuranda 350. Yəni C variantı. Gəlirəm 4 nömrəli suala. A və B qabındakı şəkər məhlulları C qabında qarışdırılır. X gəlsin Y cəmini tapın. Biz ilk öncə buradan neyiniyək? X-i tapaq. X-i necə tapırıq? Bunları qarışdıranda məhlullar toplanır, qramlar. 60 üstə gəlinsin x. Bunlar ikisini qarışdırılıb, bu alınıb. Bərabərdir 200-ə. X də bərabərdir 200-dən 60-ın çıxanda 140. X-imiz oldu 140. Sonra baxaq y-ə. Y-i necə tapacam? Buna görə nə qədər şəkər var? 60-ın 30%-ni tapacam. Çünki 30%-i şəkərdir. Eləyir 18. Demək, burada 18 qram şəkər var. Burada 16% görək nə qədərdir? 200-ün də 16%-ni tapacam. Bu da eləyir 32. Burada da oldu 32. 18 idi. B ilə qarışdırdılar. Oldu 32. Demək, burada B, yəni Y nəyə bərabərdir? 32-dən 18-in çıxanda eləyir 14. Y-imiz də oldu 14. 14 yox, əslində 14 qramdır. Y burada faizlə verilib. 14 qramdır. Mən əvvəlcə burada tapmışdım x-i 140. 140 neçə faizli olsa x yazıram. Neçə faizli olsa 14 qram eləyər. Buradan da bu sıfırla bu sıfır gedir. 14-dən 14 gedir. X də olur 10. X'imiz oldu 10. X yox daha doğrusu.
Burada y yazaq da, y faizli idi. Y-imiz oldu 10, x-imiz oldu 140. 140'ın da üstünə 10 gələndə dedik 150 B variantı. Bir dənə ümumi şəkildə üzərindən gedək. Biz burada birinci tapdıq ki, burada x-i tapdıq. Çünki 60'ı buradaydı, 200'ü burada. Görək neçəsi ilə qarışdırıb ki, 200 alınıb. 200-dən çıxdım 60'ın, x oldu 140. Sonra mən burada gördüm ki, birinci qabda 18 qram şəkər məhlulu var. Üçüncü qabda isə 32. 18-in üzərinə neçə gələndə 32 edir. Çünki qarışdırıblar da eləyir 14 qram. 14 qramdır. Amma bəs neçə faiz olsa 140-ın neçə faiz 14 edir. Bunu da belə y-ilə tapdım. Y burada 10 tapdım. X də burada 140 idi. Toplayanda elədi 150. Yəni B variantı. Keçək 5 nömrəli suala. Buranı silək. 5-də deyir ki, ədədlərin ədədi ortası 6 olarsa, bu ədədlərin ən böyüyünü tapın. Bu da asan bir sualdır. Necə tapacaq? Ədədi orta demişdik ki, ədədləri toplayıb, yəni ədədlərin cəminin həmin ədədlərin sayına böləndə bizə ədəd orta verir. Burada x toplayanda üstə gəlsin 2x üstə gəl 3, üstə gəlinsin x üstə gəlsin 2, üstə gəlinsin 2x üstə gəlsin 1 bölünsün. Gör ki, burada neçə ədəd var? 1, 2, 3, 4 dənə. 4 bərabərdir 6. Belə. Bu x-lər toplayaq, görək neçə dənə x var burada. X-lər toplayanda 3x, 4x, 2x orada. 6x üstə gəlinsin. 3 burada, 2 burada, 5, bir də burada 6 bərabərdir. 4'ü bil 2 belə çarpaz vurulur da. 4'ü 6'ya vuranda eləyir 24. 6x bərabərdir. 24'dən 6 çıxanda 18. X də bərabərdir 3. X-imiz oldu 3. Bizə nə deyir? Bu ədədlərin ən böyüyünü tapın. İndi ədədləri tapaq yerinə qoyaq. X 3-dürsə, birinci ədəd olacaq 3, ikinci ədəd olacaq. 2-ni çevirəndə 6, üstünə 3 gələndə 9. 3'ün üstə 2 gələndə 5, 2-ni çevirəndə 6, üstünə də 1 gələndə 7. Ən böyüyünü soruşur. O da eləyir 9, yəni A variantı. Keçirəm 6 nömrəli suala. 6'da deyir ki, ondan kiçik sadə ədədlər açıqlığı ilə işarə olunsa, onun açıqlıqlarının sayını tapın. Deməli, ondan kiçik sadə ədədlər. Birinci mən açıqlığını tapıb, sonra da açıqlığını tapacağım. Açıqlığında hansı ədədlər olacaq? Ondan kiçik sadə ədədlər. 9 mürəkkəbdir, 8 mürəkkəbdir, 7 sadədir. 6. Elə 1-dən başlayaq da. 1 sadə, nə sadədir, nə mürəkkəbdir. 2 sadədir, 3 sadədir, 4 mürəkkəbdir. 5 sadədir, 6 mürəkkəbdir, 7 sadədir, 8 mürəkkəbdir, 9 mürəkkəbdir. Zaten ona qədər deyirdim. Tapdıq 4 dənə. İndi burada deyir ki, açıqların sayını tap. Bilirdik ki, açıqların sayını tapanda düsturumuz 2 üstü n-dir. O da bərabərdir. N burada elementlərin sayıdır. 2'nin üstü element hissəndir. 1, 2, 3, 4 dənə. 4, 2 üstü 4, o da bərabərdir 16. Yəni A variantı. Keçirəm 7 nömrəli suala. Ayda bunun yarısı düşməyib. Yox, bu sual qalsın. Gələm 8-ə. Şəkildə rənglənmiş hissəni təyin edin. Deməli, bunu bir-bir baxıb təyin eləyəcək. Bir də deyir, A variantı deyir ki, A kəsişməsi, A-la C-nin kəsişməsi nədir? Bax, buradır. B-dən bunu çıx. Yəni, buran deyir. Bax, bura. Bu deyil axı. Elə buradan görüncü cavab Y variantıdır. Niyə? Çünki A-la C-nin kəsişməsi budur. A-la C-nin kəsişməsi. Bundan da B-nin çıxanda, B-nin burasını çıxanda bizə rəngli hissə qalır. Elə cavab olur Y variantı. Gəlirəm 9 nömrəli suala. Deyir, ədədləri A və B ədədləri üçün standart şəkildə olan n bərabər A vurulsun B ədədinin qiyməti hissəsi və tərtibinin cəmini tapın. Deməli, A vurulsun B-ni mən elə bu yuxarıdan yazım. N bərabərdir A vurulsun B. 3'ü 7'yə vuranda 21 vurulsun 10 üstü. Biz bilirik ki, vuranda qüvvət üstləri əsaslara yeni olanda vuranda qüvvət üstləri toplanır. 10 üstü 5'in də üstünə gəlirəm bu 2-ni eləyir 7. 21 vurulsun 10 üstü 7. Amma burada nə deyir? Standart şəkildə. Standart şəkildə olanda biz bilirdik ki,
bu həmin qiymətli hissə ondan kiçik olmalıdır. Yəni mən bunu 2/1 yazacağam. 10 üstü, burada 8 yazacağım. Zaten keçən dərsdə demişdik, buna aid var idi. Biz bilirdik ki, buna 10 yazırıq ki, 21 olsun. O da üstlər toplanır, olur 10 üstü 8. İndi deyir ki, ədədin qiymətli hissəsi və tərtibin cəmi tapın. Qiymətli hissəsi 2/1-dir, tərtibi də 8-dir. Toplayanda 10 tam 10/1. O da olur A variantı. Gəlirəm 10 nömrəli suala. Onda nə deyir bizə görək. Onda deyir ki, B nöqtəsi A və C nöqtələri arasında. Bura götürək A nöqtəsi, bura götürək C nöqtəsi, bura götürək B nöqtəsi. A nöqtəsi isə B və D nöqtələri arasında yerləşir. Onda burada nə var? Burada D nöqtəsi var. İndi bunu biraz D nöqtəsi. Deyir ki, buraları AD 2K'dır. Bunu hardan bilirik? Çünki AD uyğun olan 2'dir, BC uyğun olan 3'dür, AB uyğun olan 5'dir. Oradan bilirik. Ona görə də mən AD yazacağım 2K. AD. Tamam, belə çəkək. 2K. BC 3K. BC 3K, AB 5K. AB. BD 70'dir. BD biraz oxşamadı ama 7K'da. 7K bərabərdir 70'ə. K da bərabərdir 10'a. 70 olarsa AC parçasının üzrə. AC nədir? 8K'dır. 8K da bərabərdir. K'mız 10'dur. Buradan 8K da bərabərdir. K 10'dur. 8 10'a vuranda edir nə? 80. 80 yəni B variantı. Gəlirəm 11-ci suala. 5 gün ərzində satılan kitabların gündəlik diaqramı verilmişdir. 3-cü gün 20 kitab satılıbsa, 5-ci gün neçə kitab satılıb? Və deyir, 3-cü gün 20 kitab satılıb. Gəlirəm 3-cü gün 14'də 7'dir. Biz bilirik ki, hansı ədədin 14'də 7 hissəsi 20'dir. Bunu necə tapırdıq? 17'də 4 vurulsun x bərabərdir 20'yə. Çünki biz bilirdik ki, ədədin hissəsi tapanda həmin ədədi vururduq. İndi burada da bilmirəm hansı ədəddir. Hansı ədədin, yəni x götürürəm. 17'də 4 hissəsi 20'dir. Buradan x tapacağım. 20 ilə 4 burada x-a gedir, burada qalır 5. X bərabərdir 85'ə. X oldu 85. İndi burada 5-ci gün tapmalıyam ki, görüm neçə hissədir. Bunu necə tapacağım? Bunu da belə tapacağım ki, 1 çıxılsın 17'də. 2 buradadır, 1 buradadır. 3, 4 də burada. 7, 8 də burada 15. 17'də 15. O da bərabərdir 17'də. 17 çıxılsın 15. Çünki 1'in yerinə mən 17 yazıram. O da eləyir 17'də 2. 5-ci gün oldu 17'də 2. Bütövdə 85'dir. 85'in də 17'də 2 hissəsini tapacağım. 85 17 ixtisar gedir. Burada qalır 5. 5 də 2'yə vuranda edir 10. Demək 5-ci gün 10 dənə kitab satılıb. Yəni A variantı. Gəlirəm 12-ci suala. Cədvələ əsasən A ədədi B-nin neçə faizini təşkil edir? Deməli burada nə varıq? A ədədi B-nin neçə faiz? İrrasional ədədlərin sayı, rasional ədədlərin sayı. Burada deyəsən buradan yəqin belə var. Qarışıq veriblər. Hə. İrrasional deyirsə 4 onda %14 irrasional deyil. Deyil. Bu da irrasional deyil. Bu da bir dənədir. 1 bölünsün. A-nı böləcəm elə bil ki, B-yə vuracam 100'ə. Çünki deyir A B-nin neçə faizini təşkil edir. Bir də rasional ədədlərdir. Bu rasionaldır. Bu rasionaldır. Bu da rasionaldır. Bu da rasionaldır. Bu irrasionaldır. Bu da 3 dənədir. Burada elə bir neçə səhv oldu axı.
ya şərtdə biraz qeyri-dəqiqlik var. Çünki elə bu şey də düzgün deyil də. Düzgün yarışma deyil bu cədvəl. Niyə? Çünki deyir A irrasional ədədlərin sayı. B də rasional ədədlərin sayı. Yəqin buradan ümumidən seçirik. Ümumidən seçəndə bu 10'da olacaq. 4 %14 irrasional. Birinci irrasional seçin onda. Bu irrasionaldır. Bu da yox, bu rasionaldır. Bu da irrasionaldır. Başqa yoxdur. 2 bölünsün. 1, 2, 3, 4, 5, 6. İrrasionaldır. 4. Rasional. Bunlar axı rasionaldır. Onda burada da 6 olur. 3'də 1 eləyir yenə. Burada neysə çatışmazdır. Çünki cədvəlin quruluşuna səhvdim. Tək-tək baxdım olmadı da indi deyir A irrasionaldır. İrrasional onda budur. Çünki kökün altından çıxmayanları. A bölünsün 5 şəklində ola bilməyənləri. Budur, irrasionaldır. Başqa yoxdur axı. Sonra bura qayıdıb baxaram, amma yoxdur. Yəni başım biraz qarışmış ola bilər, görməmiş ola bilərəm. Amma ki belə baxanda bu cədvəldə də qarışıqlıq var. Çünki A irrasional ədədlər deyir. Bu bütövdənmi deyir, yoxsa bunun sırasında durandanmı deyir? Buna qayıdıb baxaram. Keçək biz vaxt itirmədən 13-cü suala. Deyir ki, qarşılıqlı sadə ədədlərdir. 21'də 18 olarsa x kvadrat üzrə y kvadrat. Biz demişdik, qarşılıqlı sadə ədədlərdə nə ayırırdıq? Bu belədirsə, mən bunu buna bərabər eləyəcəm. Bunda buna bərabər eləyəcəm. Necə bərabər eləyəcəm? Biz birinci bunları ixtisar eləməliyəm. 3'ə eləyəndə 6, 3'ə eləyəndə 7. Sonra bərabərləşdirəm. 3x çıxılsın 3 bərabərdə 6, 3x bərabər 9'a, x də bərabər 3'ə. X üstə gəlsin 2y bərabərdir 7'yə. X gəlsin 2, x'in yeni 3 qoyanda 3 üstə gəlsin 2y 7, 2y 4, y də oldu 2. Y də oldu 2. Bizə nə deyir? Kvadratlar cəmi. X 3, y 2. 9'un da üstə 4 gələcəm, eləyir 13. O da C variantı. Gələm 14-cü suala. Deməli, belə ifadə görürsünüzsə, hər birinin ayrı-ayrı sıfıra bərabər. Vəssalam. Necə? X çıxılsın 2 bərabər 0, x bərabərdir 2. 5y çıxılsın 15 bərabərdir 0, 5y bərabərdir 15, y bərabərdir 3. X-in də üstünə y gələndə nə eləyir? 5. Vəssalam, cavab oldu 5. Burada deyir ki, ədədlərin tam hissələrini tapın. Tam hissələrin cəmini tapın. Biz bilirdik ki, mənfidə tam hissə bu artıq -4 olacaq. Üstə gəlsin bunun tam hissəsi 0. Üstə gəlsin bunun tam hissəsi 5. Bunda toplayanda nə eləyir? 1. Çünki mənfilərdə özündən birin yuxarı əslində az deməkdir. Çünki biz bilirik ki, -4 -3-dən azdır. Amma qiymət olaraq yuxarını götürürdük. Amma müsbətlərdə olduğu kimi, yəni gör ki 0,8 bunun tam hissəsi 0'dır. Bunun tam hissəsi 5'dir. Belə. Gələm 16-cı suala. Deyir ki, A B-yə paraleldir. X 6y olarsa x-i tapın. Deməli, x bərabərdir 6y. A B-yə paraleldirsə, deməli, bunlar paraleldir. Bunun cəmi 180 dərəcəyə bərabərdir. Niyə? Çünki qayda belədir. Əslində, bunun isbatda var. Biraz uzundur, o qalsın. Yəni ki, hələlik biz bilək ki, bunların cəmi, yəni x gəlsin 3y bərabərdir 180 dərəcəyə. X-in yəni gətirib 6y qoyacağım. 6y üstə gəlsin 3y bərabərdir 180-ə. 9y bərabərdir 180-ə. Y də bərabərdir 20-yə. Y 20-dirsə gətirib burada x də bərabərdir. 6-nı da 20-yə vuranda eləyir nə? 120. Bizdən elə x soruşur, cavab oldu 120. Baxıram 17-yə. Sinifdəki 30 şagirddən 15 nəfəri ana dili, 17 nəfəri
ana dili ingilisdir. Deyir ki 15 nəfər ana dili, 17 nəfər ingilis, 8 nəfər isə hər iki fəndən məşğul edir. 8 buradadır. Ana dili 15-dirsə, 8-i buradadırsa, 7-si buradadır. Bu 17-dirsə ingilis dili, 8 buradadırsa, 11 də buradadır. Hər iki fəndən məşğulə gedir. Heç bir fəndən məşğuləyə getməyən şagirdlər bütün sinifin neçə faizini təşkil edir? Deməli, ümumilikdə neçə nəfər məşğuləyə gedir? 7-8 gələndə 15, üstünə 11 gələndə 26. 26 gedir, 4-ü getmir. İndi deyir ki, heç bir fəndən məşğuləyə getməyən şagirdlər bütün sinifin neçə faizini təşkil edir? Onda 4-ü böləsən 30-a, vurasan 100-ə. Çünki getməyən şagird bütün sinifin neçə faizidir? Burada da 0 gedir. 40 elə bil ki. Bütün sinifindir. Səhvli olmalı ki. Burada səhvliyəmiş. Niyə? Çünki 17 nəfər ingilisdirsə 17-dən 8-in çıxanda 9 eləyir. Bura 9 olacaq. Texniki səhv. 9 oldu. 7-8 gələndə 15, üstdən 9 gələndə 24. Bu da eləyir nə? 6. 6 bölünsün 30 vurulsun 100. 6 ilə 30 çıxsa burada qalır 5. 100-də 5-ə böləndə eləyir 20%. Cavab oldu 20. Gəlirəm 18-ə. 11-də 7 gəlsin sürət məxrəcinə hansı ədədə əlavə etsək 4-də 3 kəsri alınır. Bu necə eləyəcək? Yazıram bura 11-də 7. Bunu biraz kəsr xəttim. Uzadaq. Deyir, hansı ədədə əlavə etsək? Üstə gəl x, üstə gəl x bərabərdir 4-də. Cəsələn, bizə bunu həlləmə düşür. Bunu çarpaz vururuq, bilirik ki, 33 üstə gəlsin 3x bərabərdir 28 üstə gəlsin 4x, x də bərabərdir 6-ya. X oldu 6. Bizim də daha doğrusu 6 yox, 5. 33-dən 28-in çıxanda 5. X oldu 5. Biz elə bunu soruşur ki, hansı əlavə etsək? Cavab oldu 5. Sonra gəlirik 19-cu suala. Diaqramda A ədədinin sadə vurğuları və onların sayı verilmişdir. A ədədinin natural bölənlərinin sayını tapın. Sadə vurğuları sayı. A bərabərdir. Sadə vuruq, məsələn 2-dir. Sayı 2 verib. 2 üstü 2. Vurulsun. 3'dür, sayın 3 verib. 3 üstü 3 vurulsun. 5'in sayın 1 verib. Vurulsun 5. Natural bölən sayını bilirdik ki deməli necə tapırdıq? 2 üstə gəl 1, 3 üstə gəl 1, 5 üstə gəl 1. Natural bölənlərin sayıdır. Düsturdu. Bu da 3 vur, 4 vur, 6. O da nə eləyir? 5 yox. Sayının üstünə gəlirdi. 5 yox. Bu da 1 olacaq. Çünki 5-dən bir dənədir. Bu da eləyir 2. O da eləyir 24. Cavab oldu 24. Çünki bu 1'dir də. Bu üstlərin üstünə 1 gəlib hamısını vururduq bir-birinə. Natural bölənlər sayının düsturudur. Natural ədədlər mövzusunda var bu düsturlar. Gəlirəm 20-ci suala. A bölünsün B bərabərdir 3 bölünsün 5 olarsa B çıxılsın A fərqini tapın. Deməli biz ilk öncə nağarırıq, nə edirik? A üstə gəlinsin. Deməli A'mız 3-dürsə 3K yazacağım yerinə. 3K üstə gəlsin 30. Üstə gəlsin B'nin yerinə 5K yazacağım. 5K üstə gəlsin 70 bərabərdir 180. Çünki biz demişdik ki A buradakını götürür. Bunu. B də bunu götürür. 180. 8K üstə gəlsin 100 bərabərdir 180-ə. 8K bərabərdir 80-ə. K da bərabərdir 10-a. K 10-dursa A'mız 3K idi. A bərabərdir 3K, o da bərabərdir 30. B bərabərdir 5K, o da bərabərdir 50. 50-dən də 30-un çıxanda eləyir 20. 50 çıxılsın 30 bərabərdir 20. Cavab oldu 20. Bu da belə.
21-ci sualda çox üzrlü sayın uşaqlar. 21-ci sualda qrafikdə Nural və Eltürkün hazırladığı detalların sayı və zamanı asılığı verilmişdir. Onlar eyni məhsuldarlıqla işləsələr 30 detalın isə günü hazırlayarlar. Deməli, 7 günə Nural 42 detal hazırlayırsa, bir günə 6 detal hazırlayır. Bir günə 6. O biri isə bir günə 10 günə 40-dırsa, bir günə 4. Çünki 40 10-a böldüm, 42-ni də 7-yə böldüm. Bir günə 4 detal hazırlayır. Deyir ki, onlar eyni məhsuldarlıqla işləsələr, 30 detalı neçə günə hazırlayarlar? Deməli, eyni məhsuldarlıqla işləsələr. Aha, harada qalmışdıq biz? 21-də. Aha. Bunu deyirdim ki, burada hardan tapdıq? 42-ni 7-yə böldük, 6 tapdıq ki, bir gün 6 detal hazırlayır Nural. Eltürk isə 40-ı böldüm, onun 4 oldu. Bir günə 4 detal. İndi bizə nə deyirdi? 30 detal neçə günə hazırlayarlar? Bu bir gündə birlikdə neçə detal hazırlayır ümumi? 6 üstə gəlsin 4 bərabərdir 10. 30 detalda bir günə 10-dursa, indi bizə deyir neçə gün? X günə 10-dur. 30'dur. Bunu tapmaq üçün 10x bərabərdir 30-a, x də bərabərdir 3-ə. Bizdən də elə bunu soruşur neçə günə? 3 günə. 22-ci sualda nə deyir? Deyir, ifadəsinin qiymətini tap. Bunu necə tapacaq? Bax, bunu elə, bu eləyir 1/2-də 1, məsəl üçün. 1/2-də 1. Bu eləyir nə? 2-də 3. Bu 1/3-də 1, 3-də 4. Bu 1/4-də 1, 4-də 5. Yəni belə gedir də. 2-də 3 vurulsun, 3-də 4. O da vurulsun 4-də 5. Vurulsun 5-də 6. Belə gedir. Neçəyəsən? 20-də 21-ə qədər. Bax, bu 3-lə 3, 4-lə 4, 5-lə 5. Hamısı bunlar gedəcək. Bu qalacaq. Bir də bu qalacaq. Yəni 2-də 21 qalacaq. O da nə eləyir? 10/5. Niyə bu qaldı? Çünki bax, bununla bu gedir. Burada 20 olacaq. Bu 20 ilə bu 20 gedəcək. Çünki 19-da 20 olacaq. Onlar gedəcək. Qalacaq 2-də 21. O da eləyir 10/5. Sonra gələrim 23-cü suala. Deyir ki, A bölünsün B bərabərdir 3 bölünsün 7 və əkrob üstəgəl əbob 88 olarsa A, B hasını tap. Deməli, A 3K-dır. Bu B 7K-dır. Əkrob deyəndə biz burada K-nı çıxardacaq, ötəsi xaricində olacaq əkrob. K vurulsun əkrob 3, 7. Üstəgəl K, əbob 3, 7 bərabərdir 88-ə. 3 ilə 7 qarşılıqlı sadədəddir. Qarşılıq sadədədlərin əkobu hasilidir, əbobu da 1'dir. Hasil olduğuna görə 3 ilə 7 eləyir 21. 21 də K'ya vuranda 21K. Üstə gəlinsin. Burada eləyir 1, əbob 1'ə bərabərdir. K'ya da vuranda eləyir K. Bərabərdir 88'ə. 22K bərabərdir 88. K da bərabərdir 4. K'mız oldu 4. K 4'dürsə A-la B-ni ayıraq da tapaq. 4'ü 3'ə vuranda 12, 4'ü 7'yə vuranda 28. Sonra da 28 də vuracağım 12'yə. 28 də 12'yə vuranda 336. Cavab oldu 336. Deyir ki, şərtini ödəyən A və B natural ədədləri üçün ifadəsinin ən yüksək qiymətini tapın. Deməli, bunun ağacı biz birinci 8 buradan çıxaracağım mörtəzə xaricinə. Və bunun üstünə yazın, başa düşəsiniz. 8 çıxaracağım mörtəzə xaricinə olacaq. A üstə gəlsin B, üstə gəlsin 42. Sonra hər birini böləcəm. Böləndə nə olacaq? Bunu da buna böləcəm, bunu da böləcəm. Böləndə 8 üstə gəlsin 42 bölünsün A üstə gəlsin B. Bizdən ən kiçik qiymətini soruşur. Ən kiçik olması üçün 48 bölünsün A üstə B ən kiçik olmalıdır. Bunun kiçik olması üçün A üstə gəlsin B ən böyük olmalıdır. A üstə gəlsin B ən böyük olmalıdır. Deməli, burada ən böyük olması üçün nə yaza bilər? B-yə məsəl üçün 11 versəm, A-ya da versəm 10. Nə eləyir?
Ən böyükdə. Çünki 12-dən kiçik 11 ola bilər. A da 11-dən kiçik 10 ola bilər. Buranı silək. Olur 8 üstə gəlinsin. 42 bölünsün. Nə eləyir? 21-ə 8 üstə gəlinsin. 42 21-ə bölünürsə vəssalam ilə budur cavab. 8 üstə gəlinsin 2 eləyir 10. Vəssalam. Ən kiçik qiymət 10. Sonra gəlirəm sonuncu 25-ci suala. Şirkətdə COD çıxılsın KOD 35 dərəcə və COD və KOC 55 dərəcə verilərsə, COD neçə dərəcə? Bax, bunlara bir belə adlandırıram. Alfa, beta, gamma. İndi başlayaq bunu nağarmağa, həll eləməyə. Bax, deyir ki, COD, yəni beta çıxılsın KOD, gamma bərabərdir 35 dərəcə və COD beta çıxılsın KOC alfa bərabərdir 55 dərəcə verilərsə, deməli burada nə varacaq biz? Bir də ki alfa, beta, gamma ümumilikdə də 360 dərəcə. Çünki biz burada görürük ki bu tam bucaqdır. 360 dərəcə. Deməli nağaraq. Bunları tərəf-tərəfə çıxaq. Çıxanda bunlar getdi. Nə qalır? Alfa çıxılsın gamma bərabərdir. Bir ikincidən birincini çıxacam da. Bundan bunu çıxacam. Getdi də qalır. Onda birincidən ikincini çıxın. İkincidən birincini çıxın. Birincidən ikincini çıxanda betalar gedir. Bir də qalır nə? Alfa çıxılsın gamma bərabərdir -20-yə. Alfada bu bizə nə verəcək? Heç nə verməyəcək. Onda bunu belə eləməyək də. Bu yol bizə heç nə vermədi deyə. Bundan bunu alfa üstə gəl, beta üstə gəl, gamma bərabər 360'a. Bu ikisin. Alfa getdi beta. 2 beta üstə gəl, gamma bərabər 360'a. Beta çıxılsın gamma da bərabər 35'ə. Gammalar da getdi. Toplayanda 3 beta bərabərdir 395. Bizden betdən soruşur elə. Buradan isə səhv elədik axı biz. 300 toplayanda 3 bet. Deməli burada bunu başdan yazaq. Çünki belə çox qarışdı. Axırıncı da deyə qarışdı. Belə asan sualda amma qarışıq. Bax COD, yəni beta çıxılsın KOD gamma bərabərdir 35'ə. Və COD beta çıxılsın KOC alfa bərabərdir 55 verilərsə, COD neçə dərəcədir? Bizdən betdən soruşur. Deməli burada bu ikisinə baxsaq, gammalar silsək, eləyir nə? Alfa üstə gəlsin 2 beta bərabərdir, toplayanda da elə bil ki 395. Sonra bu ikisinə baxsaq, alfalar silsək. 3 beta bərabərdir 0 1 yadda 14 1 yadda 5 yazıram 1 yadda. Bu deyil 450 beta bərabərdir 450'də söbəndə 150 və salam. Biz bayaqlar yəqin ki hardasa səhv eləmişik, amma cavab olur nə? 150 dərəcə. Bayaq bir dənə 12-ci sual qalmışdı. Burada deyir ki, A irrasional ədədlərin sayı, B də rasional ədədlərin sayı. Biz bayaq pi-ni götürməmişik, amma pi-nin dəqiq qiyməti məlum deyil. 3,14'ü biz təxmin deyirik. Ona görə pi irrasional ədəddir. Pi-dir, bir də mənfi 2 kök altında 113. Bir də bu. 1 bölünsün 3 kök altında 2. 3 dənə oldu. Yəni A bərabərdir 3'ə, B bərabərdir 1, 2, 3, 4, 5. B oldu 5. Deyir A ədədi B-nin neçə faizini təşkil edir? 3'ü də bölürəm 5'ə, vururam 100'ə. 100 ilə 5 çıxsa gedir, qalır 20. 3'də 20'yə vuranda 60%. Cavab oldu D variantı.